Bildiyiniz kimi işğal dövründə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin, o cümlədən qeyri-hökumət təşkilatı nümayəndələrinin bu və ya digər formatlarda görüşləri olub və bu görüşmələr adətən başqa vasitəçilərin təşkil etdiyi tədbirlərdə yaxud onların vasitəsilə ilə həyata keçirilir. O zaman da belə iddialar vardı ki, bu görüşlər tərəflər arasında etimad mühitini yaradacaq, tərəflər bir-birini daha yaxşı anlayacaqlar və bu da sülhə aparan yolda prosesləri daha da sürətləndirəcək. Amma nəzərə almaq lazımdır ki, o zaman bu təşəbbüslərin nəticəsi olmayacaqdır və olmadı da. Çünki səbəb ondan ibarətdir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında saxlanılırdı və bu görüşmələri təşkil edən tərəflər də, vasitəçilər də məhz o niyyəti güdürdülər ki, Azərbaycan tərəfini işğal reallığı ilə barışmağı və Azərbaycan ərazilərinə geri qaytarılması, azad olunması ilə bağlı təşəbbüsləri sıfırlanmaq və bu işğalın davamlı olmasını təmin etməkdən ibarət idi. Ona görə də bunun nəticələri yox idi. Amma son 2 ildə məhz Azərbaycanın təşəbbüsü ilə iki tərəfli formatda aparılan danışıqlar ciddi nəticələrə gətirib çıxardı və mart ayında bilirsiniz ki, artıq tərəflər bəyan etdilər ki, sülh müqaviləsinin mətni hazırdır və bu ilin avqustun 8-də məhz Donald Trumpın iştirakı ilə Vaşinqtonda bu sənəd paraflandı və tərəflər ortaq bəyanat qəbul etdilər, memorandum imzaladılar və bu görüş zamanı da tərəflər bundan sonra bölgədə sülh prosesinin dönməz olacağı ilə bağlı özlərinin mövqelərini bəyan etdilər. Məhz Azərbaycan prezidentinin Vaşinqtondakı söylədiyi bir fikir diqqətə layiq idi. O qeyd etdi ki, bundan sonra artıq Ermənistan və Azərbaycan arasında münaqişə bitdi və biz sülh istiqamətində addımlarımızı atacağıq və sənədlərimizdə hansısa bir gərginlik və narahat edici məqamlar baş verməyəcək. Məhz bu tarixdən sonra tərəflər arasında diqqət edilsə artıq bu və ya digər formada rəsmilərin görüşləri intensivləşib, davamlı şəkildə müzakirələr aparılır. O cümlədən kommunikasiyaların açılması, sənədlərin demilitasiya, demarkasiyası üzrə komissiyaların rəhbərlərinin həm Azərbaycan, həm Ermənistan ərazisində görüşləri keçirildi. Bu istiqamətdə müəyyən addımlar atılır. Artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan və Amerika Birləşmiş Ştatları nümayəndələr arasında danışıqlar aparılır, müəyyən ilkin addımlar atılıb. Hətta bu layihənin həyata keçirilməsi üçün Amerika Birləşmiş Ştatları 145 milyon dollar həcmində bir maliyyə vəsaitində ayrılması ilə bağlı öz mövqeyini açıqladı. Və bu səbəbdən artıq tərəflər arasında etimad quruculuğunun real nəticələri görünməyə başlayır. Bu baxımdan əlbəttə ki, rəsmi görüşmələrə paralel olaraq ictimaiyyət nümayəndələrinin, ictimai xadimlərin bu görüşləri də bu prosesə müsbət təkan verə bilər. O baxımdan ayın 21-22-sində İrəvanda keçiriləcək bu görüşməni də faydalı görüşlərdən biri hesab edə bilərik. Doğrudur, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişə iki cəmiyyət və iki millət arasında açıq söyləmək lazımdır. Dərin, olduqca dərin yaralar açıb, çatlar açıb və bunun təmir olunması, bərpa olunması üçün çox uzun zamana və gərgin işə, əməyə ehtiyac olacaq. Amma hər halda bir proses başlanmalıdır. Güney Qafqazda sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olunması üçün təbii ki, addımlar atılmalıdır və məhz bu addımların da atıldığını biz görməkdəyik. Aydın. Məhz ictimaiyyət nümayəndələrinin İrəvandakı görüşü və bugün Azərbaycan prezidentinin verdiyi bəyanatlar və açıqladığı Oktay bəy, çox üzr istəyirəm. Elə biz bəyanatlar